Gəlin indi açaq. Gəlin indi açaq Süleyman məsələləri 12-17. Doğru şahid həqiqəti danışar. Yalançı şahid hiylə qurar. İndi gəlin bir də açaq Mətta İncili 24-cü fəsil 23-cü ayədən 24-cü ayələri oxuyaq. O zaman əgər kimsə sizə desə ki, bax Məsih buradadır, yaxud oradadır, inanmayın. Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər. İmkan tapılarsa seçilmişləri də aldatsınlar. Bax, mən sizə əvvəlcədən söyləmişəm. Dostlar, bu həyatda hər yerdə bu dünyada və bu dünyanın hər tərəfində çoxlu misionerlər olur və var. Hansılar hər yerdə gedirlər və müjdə yayırlar. Bir çox insanlar, xüsusilə xristian dünyasında, insanlar düşünə bilərlər ki, misionerlər həmişə absolut olaraq belə kamildirlər və onlar düşünürlər ki, onlar həmişə kamildirlər, düzdürlər, müqəddəsdirlər və safdırlar. Və onlar düşünə də bilərlər ki, onlar həmişə və hər zaman absolut olaraq ancaq düzgün və alicənablı işlər görürlər və bu elə bil ki, dəyərli bir şəhadətdir. Amma bu əslində qalsa yalandır, yanlış fikirdir. Çünki belə şey ola bilməz axı. Çünki bu həyatda insanlar lap milyon dəfə dünyanı səyahət eləyib və hər yerdə kilsə xidməti qursalar da amma bilinmir dəqiq onlar doğrudanmı Tanrının iradəsini yerinə yetirərək bunu edirlər. Yoxsa onlar bunu tam başqa məqsədi ilə etməyə çalışırlar və bəlkə onların niyyəti tam başqa olub. Söhbət bütün misionerlərdən əlbəttə ki, getmir, amma çoxları belədir bu dünyada. Çünki indi bir çox misionerlər bütün dünyada səyahət edəndə və kilsə xidməti açanda onlar bunu elə bil ki, öz çirkin və natəmiz ambisiyalara görə edirlər. Və onlar bunu o məqsədlə edirlər ki, və edə bilərlər ki, onlar insanları aldada bilsinlər, manipulyasiya etsinlər, başını yesinlər, beynini yusunlar. Və onlar üstəlik bunu edirlər o kəslərə, hansılar doğrudan da bəlkə də öz həyatında ağır və ciddi vəziyyətdən keçdilər və oradan çıxırlar. Onlar da bununla özlərinə bəraət qazandıraraq sui-istifadə edirlər. Və onlar hələ də yalandan ilahiyyat sözləri də özündən çıxardıb deyirlər. Və onlar bunu o məqsəd ilə edirlər ki, onlar hamını özünə əldə edə bilsinlər və özlərinə şan-şöhrət qazandıra bilsinlər. Və bunun arxasında doğrudan da nəsə dayanıb. Onlar bunu edirlər, çünki onlarda paxıllıq, qısqanclıq, bəzən də hansısa çirkin siyasi oyunlar əsasında bunu edirlər. Rəqabət aparırlar bəlkə də ki, özlərinə yenə də bəraət qazandırsınlar. Burada çoxlu şübhəli şeylər də ola bilər. Ona görə də belələrdən və belə anlarda çox ehtiyatlı olmaq lazımdır. Bu bir. İndi ikincisi də ki, gəlin açaq indi 1-ci Timofey 2-ci fəslə.
11, 12 və 14 ayələri oxuyaq. Qadın sakitlik və tam bir tabelik içində öyrənsin. Qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm. Qadın sakit olsun. 14-cü ayə, gəlin 13-cünü də oxuyaq. Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva. Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu. Burada söhbət əslində ondan gedir ki, bu həyatda var elə qadınlar da var ki, hansılar doğrudan da pək qeyrətlidirlər, namusludular, şərəflidirlər və hətta bizim məmləkətdə də, ölkəmizdə də belələrin sayı az deyil. Ona görə bu həyatda hər şeyi həddindən artıq belə qadınların boynuna ancaq yıxmaq olmaz. Necə təəssüflər olsun ki, bir çoxları eləyirlər. Çünki təkcə onlarda yox, hətta olur ki, kişilərdə də hətta namussuzluq, qeyrətsizlik, ədalətsizlik olur. Onlar belə olurlar. Və hətta elə anlar bu həyatda ola bilər ki, onlar o dərəcədə qəzəblənə bilərlər, özündən çıxa bilərlər ki, elə bil ki, bütün dünya elə bil ki, bir qırpımda dağılıb gedə bilər. Uça bilər. Hə. Belə şeylər heç bəlkə də xanımlarda da olmur. Heç onlar bəlkə də o qədər də, o dərəcədə də qəzəblənmirlər, özündən çıxmırlar. Lakin indi bizim məqsədimiz ondan ibarət deyil ki, biz indi həddindən artıq belə qadınlara və xanımlara hər şeyi yıxaq, onların boynuna hər şeyi yıxaq. Amma məsələ ondan ibarətdir ki, bu həyatda hətta qadınların arasında da, xüsusilə xristian dünyasında da elələri var ki, hansılar haqlı deyirlər, hansılar düzgün düşünmürlər. Və onlar bəzən olur ki, onlar öz fikirlərini həddindən artıq belə inandırıcı şəkildə düz göstərirlər və düzgün və kamil şeylər elə bil ki, danışırlar. Amma onlar başa düşə bilmirlər ki, onlar bu həyatda bəzən olur ki, bəlkə də elə təhlükəli bir insana çoxlu imkanlar yaratmağa çalışırlar və onlara yollar açırlar ki, onlar bizim elə bil ki, bizə gəlib çata bilsinlər. Və imanların arasında o qədər qadınlar olur ki, hansılar ancaq danışa bilərlər və deyə bilərlər ki, onlar hansısa ciddi məsələni doğrudan da lazım olduğu şəkildə həll edə bilərlər. Amma əslində isə əməldə, daha doğrusu əməldə isə tam başqa şeylər baş verir. Belə anlarda bu həyatda xristian dünyasında az olmayıb və çox da olub. Və indi soruşan gərək. Biz indi səlahəti və bütün məsuliyyəti həddindən artıq belə və absolut olaraq belə ancaq qadınlara mı verib tapşırmalıyıqmı? Çünki onda bilinməyəcək burada nə olacaq və axırda bu onunla bitəcək və bitə bilər ki, hər şey korlanacaq, bilinməyəcək nəyə aiddir və hər şey bir-birinə qatılacaq, gəl indi bunun öhdəsindən çıx. Belə anlar da yenə də az olmur. Onlar elə bil ki, qadınlar, elə bil ki, çox zəif və naifdirlər. Ona görə də bu həyatda, hətta xristian dünyasında da qadınlara o qədər də çox qulaq vermək olmaz. Çünki məsələ ondan ibarətdir ki, qadınların məntiqi o dərəcədə qəliz və çətin olur ki, bəlkə də onlar heç özləri özünü adam kimi və normal şəkildə anlaya bilmirlər, başa düşə bilmirlər. Onlar yenə də bəlkə də
təhlükəli bir adama, bəlkə də pedofilə, bəlkə də narkomana, hansılar onlar özləri yaxşı əslində qaza tanımırlar, amma onlara imkanlar yaradırlar və yollar ona açırlar. Bu çox pisdir. Onlar çünki vəziyyəti, məsələni lazım olduğu şəkildə bilmirlər və anlamırlar. Onlar sadəcə olaraq ola bilər ki, haçansa, nə vaxtsa ya bir neçə il, bir çox il bundan qabaq hardasa hansısa düzgün bir təlimi eşidiblər və onlar indi çalışırlar bunu hər dəfə bizim və hamının başına vurmağa və soxuşdurmağa. Amma bununla məsələni lazım olduğu şəkildə həll olunmaya da bilər və olmur da bir çox anlarda. Ona görə də belə halda və bununla çox ehtiyatlı olmaq lazımdır. Və əgər biz hansısa məsələni həll ediriksə, biz bunu təkcə bir yerə baxaraq etməməliyik. Biz bunu hər tərəfdən yaxşı-yaxşı baxıb, yoxlamaq lazımdır və bunu dəqiq və lazım olduğu şəkildə yoxlamaq lazımdır və əmin olmaq lazımdır. Əslinə qalsa vəziyyət necədir və mövqe nədir? Ona görə bu həyatda dostlar, çox vacibdir ki, biz bu həyatda yenə də Tanrının sözü ilə, Tanrının müdriklüyü ilə, Tanrının ruhu ilə və Tanrının mərhəməti ilə dolu olmaqda davam edək və dua eləməkdə davam eləməliyik. Ki biz bunların hamısını doğrudan da lazım olduğu şəkildə sezməyi bacaraq. Onda bizim həyatımızda hər şey normal olacaq və biz doğrudan da Tanrının tam mühafizəsində olacağıq. Amin.